İlk milli baletin müəllifi və musiqi sənətində fəxri yer tutan Əfrasiyab Bədəlbəyli Azərbaycanın mədəniyyət xadimlərinin yaşlı nəslinə mənsubdur. Dirijor, bəstəkar, librettoçu, musiqi tənqidçisi, publisist olan Əfrasiyab Bədəlbəyli, eləcə də musiqi sənətinin ən müxtəlif formalarının təbliğatçısı kimi də şöhrət qazanmışdı. Əfrasiyab Bədəlbəyli 2 balet, 3 opera, orkestr musiqisi və çoxsaylı dram əsərlərinin musiqisinin müəllifidir. Əfrasiyab Bədəlbəyli 1907-ci il aprelin 19-da Bakıda müəllim, mütərəqqi maarifçi, mədəniyyət xadimi Bədəlbəy Bədəlbəyovun ailəsində anadan olmuşdur. O, gənc yaşlarında evlərinə tez-tez yığışan tanınmış ədəbiyyat və incəsənət xadimləri arasında olurdu və təbii ki, Əfrasiyab Bədəlbəylinin Üzeyir Hacıbəyli, Süleyman Sani Axundov, Hüseyn Cavid kimi şəxsiyyətlərlə ünsiyyəti onun dünya görüşünə böyük təkan vermiş və humanitar elmlərə, musiqiyə maraq oyatmışdı. Elə bu maraq da onu Azərbaycan Dövlət Universitetinin Şərq Fakültəsinin Dilçilik şöbəsinə gətirib çıxardı və o 1930-cu ildə bu təhsil ocağını bitirdi. Universitetdə təhsil almaqla yanaşı, parlaq musiqi qabiliyyətinə malik olan Əfrasiyab Bədəlbəyli musiqi, teatr dirijoru fəaliyyəti ilə də məşğul olur və az sonra Azərbaycan Dram Teatrında dirijor kimi də çalışırdı. Çox qısa bir müddət ərzində gənc, perspektivli musiqiçini ixtisas təhsilini artırmaq üçün Leningrad, o zaman Kirov adına opera və balet teatrına göndərirlər. Əfrasiyab Bədəlbəyli bir müddət Leningradda teatrın baş dirijoru Danişnikovun rəhbərliyi ilə dirijor köməkçisi işləyir. Az sonra Bədəlbəyli Rimski-Korsakov adına Leningrad Konservatoriyasının nəzdində musiqi məktəbinin bəstəkarlıq şöbəsində təhsil alır və 1938-ci ildə Zeydmanın sinfini bitirir. Elə həmin il o, Turgut Bədəlbəylinin librettosu əsasında bir pərdəli Tərlan nağıl baletini bəstələyir. Hələ 20-ci illərdən Azərbaycan Dram Teatrının səhnəsində tamaşaların musiqi tərtibatçısı kimi çalışan Əfrasiyab Bədəlbəyli Azərbaycan müəlliflərinin klassik pyeslərinə, Mirzə Fətəli Axundovun Hacı Qara, Hüseyn Cavidin Siyavuş, Cəfər Cabbarlının Ad Gəlini, Sevil, Almaz 1905-ci ildə pyeslərinə musiqi bəstələyir. Pyeslərə yazılmış mahnılar öz ifadəliliyi və yadda qalan melodiyası ilə fərqlənirdi. Məhz bu səbəbdən mahnıların çoxu müğənnilərin repertuarında özünə məxsus yer tutmuşdu. 30-cu illərdə Əfrasiyab Bədəlbəyli orkestr üçün bir sıra əsərlər yaradır. Bütün hakimiyyət sovetlərə poeması, təntənəli marş, miniatürlər bu qəbilədəndir. Bu illərdə əldə etdiyi təcrübə Əfrasiyab Bədəlbəylinin çoxdan arzusunda olduğu balet janrında əsər yaratmağa bir növ hazırlıq mərhələsi oldu. Filarmoniyanın nəzdində fəaliyyət göstərən mahnı və rəqs ansamblının tez-tez çıxışları öz fəaliyyət dərnəkləri çərçivəsində geniş təqdim edilmiş xalq xoreografiya incəsənətinin fəal inkişafı bu vəzifənin həyata keçirilməsində müəyyən stimul oldu. Xalq arasında məşhur olan Qız Qalası haqqında orta əsrlər əfsanəsinin variantlarının birindən istifadə edən Əfrasiyab Bədəlbəyli öz əsərinin libretto müəllifi oldu. 1940-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində baletmeyster Qavorkov və Vronskinin quruluşunda Qız Qalası baleti səhnəyə qoyuldu. 1959-cu ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyat və incəsənətinin ikinci 10 günlüyünə teatr tərəfindən baletin yeni redaksiyası həyata keçirilmişdi. Qız Qalasının uğurundan ilhamlanan bəstəkar musiqili səhnə janrında yaradıcılığını davam etdirir.
1941-ci ildə Əfrasiya Bədəlbəyli Zeydmanla birgə Artovskinin librettosu əsasında bir pərdəli Xalqın Qəzəbi operasını yazır. Elə həmin il o, Azərbaycan Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş Səməd Vurğunun Fərhad və Şirin pyesinə də musiqi bəstələyir. 1948-ci ildə Əfrasiya Bədəlbəyli tarixi mövzuya müraciət edərək dahi Nizami Gəncəvinin obrazının səhnədə təcəssümünü, şairin yaşadığı dövrün tarixi hadisələrini musiqi vasitəsilə ifadə edir. Beşpərdəli Nizami operasının sujet xəttini Ordubadinin Qılınc və Qələm romanı əsasında Bədəlbəylinin yazdığı libretto təşkil edir. Bu opera 1948-ci ildə Axundov adına teatrın səhnəsində tamaşaya qoyulmuş. 1954-cü ildə Əfrasiya Bədəlbəyli yeni bir orkestr əsərini, Sinfoniyettanı bəstələyir. Əfrasiya Bədəlbəylinin son iri həcmli əsəri öz librettosu əsasında yazdığı Söyüdlər Ağlamaz operası olmuşdu. Əfrasiya Bədəlbəylinin musiqi publisistikası sahəsində fəaliyyəti də çox zəngin idi. Hələ 20-ci illərdə Əfrasiya Bədəlbəyli milli incəsənətin inkişafı naminə mübarizə aparan tərəqqipərvər xadimlər sırasında olmuşdu. Üzeyir Hacıbəyli və Müslüm Maqamayev kimi Əfrasiya Bədəlbəyli də mürtəce ideyalara qarşı mübarizə aparmış, dəfələrlə Azərbaycan musiqi sənətinə həsr olunmuş məqalələri ilə çıxış etmişdi. O, milli musiqimizin taleyinin həllində düzgün yolun seçilməsi uğrunda mübarizədə Üzeyir Hacıbəylinin mövqeyini böyük hərarətlə dəstəkləyirdi. Əfrasiya Bədəlbəyli 300-dən artıq musiqi haqqında məqalənin, resenziyaların müəllifi idi. Bununla yanaşı o, uzun illər radio və televiziyada musiqi incəsənətinin təbliğində şərhçi kimi fəal iştirak etmişdi. Milli musiqimizin tarixi və nəzəriyyəsinin müxtəlif məsələlərinə həsr olunmuş televiziya verilişlərində maraqlı mühazirələrlə çıxışlar edirdi. Əfrasiya Bədəlbəyli Azərbaycan bəstəkarlarının yaradıcılığı haqqında söhbətlər aparırdı. O, dinləyicilərə Azərbaycan operasının yaranma tarixindən çox saylı maraqlı məlumatlar verirdi. Əfrasiya Bədəlbəyli musiqi təhsili, ifaçılıq, musiqi janrlarının inkişafı, opera teatrının vəziyyəti, tanınmış musiqi xadimlərinin yaradıcılığı ilə bağlı bir sıra populyar broşuraların müəllifidir. Musiqi haqqında söhbətlər Qurban Primov, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı bu qəbilədəndir. 1956-cı ildə Bakıda Azərbaycan dilində nəşr olunmuş Əfrasiya Bədəlbəylinin tərtib etdiyi musiqi lüğətinin adı xüsusilə qeyd olunmalıdır. Əfrasiya Bədəlbəylinin yaradıcılığının daha bir sahəsini də qeyd etmək lazımdır. O, bir çox balet və opera librettolarının müəllifidir. Qız Qalası baleti və Söyüdlər Ağlamaz operasının librettoları özünə məxsusdur. Əfrasiya Bədəlbəyli Süleyman Ələsgərovun Bahadır və Sona operasının, Zeydmanın Qızıl Açar, Gülən Adam və sair əsərlərin libretto müəllifi olmaqla yanaşı, Seviliya Bərbəri, Yolanta və Daisy operalarının mətnlərinin Azərbaycan dilinə ekviritmik tərcüməsini həyata keçirmişdi. Əfrasiya Bədəlbəylinin Qız Qalası baletinin ərsəyə gəlməsi ilə Azərbaycan musiqi sənətinin qarşısında duran milli baletin yaranması kimi vacib bir məsələ öz həllini tapır. Bu, bəstəkarla quruluşçu xoreoqrafın böyük tarixi xidməti demək idi. Qız Qalasının müəllifi parlaq milli musiqi əsasında cəlbedici balet tamaşasını yaratmağa müvəffəq olur. Baletin musiqisi xoreografik obrazların pantomim üsulları ilə deyil, məhz rəqslərlə ifadə olunmuşdu. Bu, ilk balet üçün xüsusilə önəmli idi. Belə ki, əvvəllər milli musiqili teatrda rast gəlinməyən xoreografiya vasitəsilə ideyaların, fikirlərin səciyyəsinin ifadə olunması öz təsdiqini tapır. Əfrasiya Bədəlbəyli baletin tərtibatçıları ilə birlikdə Azərbaycan xalq rəqslərinin ifa tərzini, üslubunu, ruhunu saxlayaraq onları klassik baletdə təsbit olunmuş forma və janrlarla üzvü surətdə birləşdirmişdi. Bəstəkar milli rəqsin klassik xoreografiyanın ənənələri ilə qarşılıqlı əlaqəsini uyğunlaşdıraraq
Azərbaycan balet sənətinin qarşısında duran vacib və prinsipial problemin həllinə nail olmuşdu. Əfrasiyə Bədəlbəyli xalq rəvayətinin motivlərini dramaturji cəhətdən bitkin və maraqlı dinamik sujet vasitəsilə ifadə edir. İlk dəfə olaraq milli xoreografiyada tipik balet nömrələri adagio, pad aksiyon, vals və s. daxil edilmişdi. Milli melodizmi ilə seçilən musiqi və maraqlı dinamik sujet xəttinə malik Qız Qalası baletinin bu gün də səhnədə olması heç də təəccüb doğurmur. 1959-cu ildə keçirilən 10 günlükdə xalq artisti Qəmər Almazzadə tərəfindən baletə yeni quruluş verilmişdi. Həmin quruluşda balet Moskva tamaşaçılarına təqdim edilmişdi. Əfrasiyə Bədəlbəyli 1976-cı ildə vəfat etmişdi.